Salam aleyküm. Yay mövsümü geldi. Ne hazırlamaq lazımdır? Onlardan soruşaq. Vişnəli pomidor salatı. Bax. Tərkibə nə olur ki? Deməli pomidorlarımızı var, belə dilim doğrayırıq. Və keçirik soğanımıza. Bu da jülyen. Sonra bura əlavə edirik peçuşkamızı. Və sonra da bura əlavə edirik vişnəmizi. Donmuş vişnə. Donmuş vişnəmiz, bəli. Özümüz payızda düzəltdiyimiz vişnələrdir. Hal-hazırda istifadə edirik. Zoğal turşumuzu. Kokusuna bakayım. Çox gözəl salatdır, həqiqətən. İzləyicilərimizə məsləhət görürəm ki, evdə düzəldə bilərik. Videonu bəyənib kanala takip olsun. Sevinərim. Və bu da bizi. Salatımız hazırdır. Əllərə sağlık Şəmran usta. Təşəkkürlər. Bəyənməyi və kaydetməyi unutmayın.